Mən sizə hansı bölməyə baxacağıq. Mən sıfırdan başlayıram, çünki nə keçmişsiniz mənə maraqlı deyil. Hər dəfə hazırlıq başlayanda sıfırdan başlayıram. İnşallah bizim mövzumuz bugün fonetikadır. Fonetika biz bilirik ki, danışıq səslərindən bəhsdir. Danışıq səsləri deyəndə biz tələffüz yazılışa yox. Yəni, danışıq səsləri tələffüz üzərindədir, hərflər isə yazılış üzərindədir. Danışarkən tələffüz edərkən danışıq üzərindən istifadə edirik, düzdür? Fəal danışıq üzəridir, qeyri-fəal danışıq üzəridir. Bunlar kitabda yazılıb və bunlar heç imtahanda düşmür, sadəcə bunlar prosedurda qaydalardır. Biz hərfləri nə edirik? Yazır və görürük. Amma danışıq səsləri nə edirik? Deyir və eşidirik. Danışıq səsləri iki yerə bölünür. Mənim əzbirləmin sizdən qapalı saytları soruşur. Kim bilir, bilmir qapalı saytları? Hamısı bilir də yəni ki, qapalı saytları. Yaxşı, birazdan soruşacağım, gələn dərsə. Saitlər və samitlərdir. Saitləri samitlərdən fərqləndirən xüsusiyyətləri vermişəm, amma əsasən maneəsiz tələffüz olunmasıdır. Çünki saiti tələffüz edərkən bizim ağız boşluğumuzda qəti maneə yaranır. Amma samitləri tələffüz edərkən isə müxtəlif maneə formalaşır. Hava axını biraz sərbəst çıxır. Saitləri samitlərdən fərqləndirən bu əsas xüsusiyyətləri bilməlisiniz. Bunları soruşacağım. Vurğulu olur saitlər. Çünki samitlərdə vurğu olmur. Amma bütün sözlərdə vurğu olur mu? Olur yoxsa olmur bütün sözlərdə? Olmur. Təkəcalı sözlərdə vurğu olmur. Əgər təkəcalı sözdə məsələn deyirəm ki, çap sözündə. Çap sözü bir hecalıdır, onda vurğu olmaz. Çünki vurğunun bir tərifi var da, iki hecalardan birinin digərinə görə qüvvətli deyilməsinə deyilir. Bunda bir hecalı sözlərdə ümumiyyətlə vurğu olmaz. Sonra, saitlər heca yaradır. Bizdə belə bir məsəl var da, bir sözdə neçə heca varsa, neçə sait varsa, o qədər heca var. Amma samitlər də hecanı formalaşdırmağa kömək edir. Onun formalaşdırmasına iştirak edir. Saitlər ahəng qanunu yaradır. Ahəng qanunu formalaşdıran Azərbaycan türk dillərinə aid bir xüsusiyyətdir. Digər dillərdə ahəng qanunu elə bir şey yox. Əsasda Azərbaycan dilinə aiddir. Saitlər maneəsiz tələffüz olunur, bir də uzanma yaradır. İnşallah bizim milli sözlərimizdə uzanma yoxdur, uzanma hadisəsi yoxdur. Uzanma prosesi haradadır? Daha çox ərəb fars mənşəli sözlərdir. Sonra, keçəcəm qapalı saitləri sizdən soruşa-soruşa gedərik inşallah. Görəlim. Bunu bilən var, yoxsa yoxdur? Birinci, kimdən başlayayım saitlərə? Dilimizdə 9 sait səs var da, düzdür? Bunu bilirik hamısı. Dilin üfüqi vəziyyəti. Ən çox mənim uşaqların bilmədiyi bir şey vardır. Məcbur olub uşaq bir variantı qeyd eləmişəm ki, uşaq bunu bilsin ki, üfüqi vəziyyət nə deməkdir? Üfüqi vəziyyət bu istiqamətdədir. Şaquli vəziyyət isə bu istiqamətdədir. Yəni, qalın saitlər. Qalın saitlərə həm də nə deyirik biz? Dil arxası saitlər. A saitin tələffüz edəndə səs hardan gəlir? Dilin arxa hissəsindən. İncə saitlər isə dil önü saitlər deyilir. Adi bir dənə E səsini deyin, dilin uç hissəsi dəyir dişlərə. Ona dil önü saitlər deyir. Bizim bir nəvərimiz deyəsən TikTokda çox canlıda oturur. Ağzı əyir. TikTok qadağan edirəm sənə bundan sonra canlı açmağı. Dərsə gəlirsin. Başa düşdün? Hamınız ümumiyyətlə aid canlı. TikTokun canlılarını yığışdırmaqdır. Siz universitetə əgər imtihana girmək istəyirsinizsə, o TikTokdan biraz uzaqlaşın. 5 ay sizin çətinliyiniz var. 5 aydan sonra bir yer qazanın, hər şey yaxşı olacaq. Sonra, dilin şaquli vəziyyətinə görə. Açıq saitlərdir. 5 açıq saitimiz var. Bir də açıq saitlərə gen saitlərdir. A saitini tələffüz edərkən ağız boşluğu genəlir. Amma qapalı saitlər isə dar saitlər deyilir. I saitini deyəndə fikirləsin, çənə yuxarı dartılır, ağız boşluğu daralır. Ona görə buna dar saitlər də deyirlər. Sonra, dodaqların vəziyyətinə görə dodaqlanan və dodaqlanmayan saitimiz var. Amma, telefon qoyular, əsas məqam, hər bir saitimiz 3 məqamda tələffüz olunur. Bax, 3 bölgə aiddir, düzdür. A saiti nədir birinci? Qalındır, açıqdır, dodaqlanandır. Dodaqlanmayandır, üzr. Dodaqlanmayandır. 3 dənə istənilən sait elədir. U saitinə baxın, qapalıdır, dodaqlanandır, bir də qalındır. 3 dənə funksiyasını daşıyır. Bizim bir dənə sözümüz var ki, məşhur bir sözümüz. Sulayır.
sulayırdınız. Düzdür? Sulayırdınız sözündə U səsi müxtəlif hərflərlə ifadə olunur. Birinci A-dır, bir də I-dır. Demək, həm I ilə ifadə olundu yazılışlar. Həm A ilə, həm də U ilə. Amma 3 müxtəlif hərf bir səsi burada bildirir. Anlaşıldı, yoxsa biraz daha aydınlaşdırın bunu. Kimə aydın olmalı? Bir A səsi U-ya çevrildi, bir I səsi U-ya çevrildi, bir də U səsi özündə ifadə olunur. Ona görə 3 müxtəlif hərf bir səsi ifadə edir. Keçək bizim Azərbaycan dilinin dəmir qanunlarından olan ahəng qanununa. Mən bugün sahibləri izah edəcəm, bir də normaları izah edəcəm sizə. Azərbaycan dilinin dəmir qanunu olan ahəng qanunudur. Çünki dilimizdə qalın və incə sahiblərin bir-birinin izlənməsinə ahəng qanunu deyilir. Bunu körpə uşaqlar da bilir təbii ki. Amma bəzi milli sözlərimiz var ki, bunlar imtihana düşmür, amma bilməyimiz yaxşıdır. Bəzi milli sözlərimiz var ki, bunlar ahəng qanununa tabe deyil. Məsələn, bunun da yılan olub o vaxtda, yılan. Sonra dilimizdə deformasiya uğrayıb bu şəklə düşür, ilan şəklinə düşür. Yıraq olub, yılxı, bu şəkildə gedir bizdə, türk dilində. Ona görə deformasiya uğrayıb. Amma bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn, alim sözüdür, vəfadır, şüyadır, bürodur. Ümumiyyətlə, nə qədər ahəng qanunu pozulan söz gördüysə, o milli söz deyil. Bu sözlər istisna. Sonra, ahəng qanunu daha çox özünü harada göstərir? Kök və şəkilçi arasında sabit. Yəni, dəyişməzdir. Götürək, dəmir söz, bir dənə alim sözünü yazaq. Alim sözü ikinci icazsə əgər incədirsə, buna qoşulan istənilən milli şəkilçi incə ilə başlayacaq. Düzdür? Alimlər. Burada baxın, kitab sözündə ikinci söz qalındırsa, istənilən milli şəkilçi qoşulsa, qalın şəkilçi olacaq. İncə şəkilçinə fikir verin, gəldi incə. İncə ilə qutarıbsa, incə gələcək. Bir dənə də yazdım sizin üçün, başqa bir nümunə. Məsələn, bir dənə ahəng qanunu pozulan bir dənə söz deyin. Ahəng. Ahəng sözü. Fikir verdiniz, ikinci sahid incədirsə, buna istənilən şəkilçi qoşulsa, incə sahidli şəkilçi olacaq. Ona görə kök və şəkilçi arasında daha sabitdir. Sonra, ahəng qanunu, bunu bildik, daha dəyişməz olur. Bəzi şəkilçilər var ki, ahəng qanunu poza bilir. Milli ola bilərdir. Daha çox alınma şəkilçilərdir, amma bizim milli şəkilçilərimiz də var. Məsələn, daş şəkilçi bizim milli şəkilçimizdir, düzdür? Vətəndaş. Vətən sözü ahəng qanununa tabedir. Daşı qoşulandan sonra ahəng qanunu pozulur. Ondan sonra dəli sözü ahəng qanununa tabedir. Dəlisov isə ahəng qanunu pozulur. Əmək sözü ahəng qanununa tabedir. Əməkdaş yenə pozulur. Bir dənə də sözümüz var, onu qeyd eləməmişəm. Xeyir sözü məsələn, xeyir, xa. Xeyir sözündə ahəng qanunu var, xa şəkilçi qoşularaq ahəng qanunu pozulur. Amma sizin qabağınıza bəzi sözlər çıxacaq ki, onlarda diqqətli olmaq lazımdır. Məsələn, tarix sözündə zaten ahəng qanunu pozulur da düzdür. Bir dənə iş şəkilçi qoşurlar, bunu çaşdırmaq üçün. Deyirlər, şəkilçi ahəng qanunu pozulur. Bu pozmuyor. Çünki zaten pozulmuş. Belə şeylərə diqqətli olmaq lazımdır. Sonra gəlir əsas məsələ bizim uzanma hissəsi. Sizin üçün çalışıram, bacardığım qədər daha sadə dildə izah edirəm. Və sadə şəkildə də vermişəm bu kitabda. Daha uşağın qavrayacaq ən sadə formada vermişəm uzanma formasını. Baxaq, dilimizdə daha çox ərəb-fars mənşəli sözlərdə uzanma var. Amma bu iki dənə sahib, ü və ı sahibi uzanmaz. Bir dənə üfüqi sözümüz var, onu da şəkilçi uzanır. Sözlər üçündə uzanma yoxdur. Sonra uzanma, ahəng qanunu pozulmuş alınma sözlərdədir. Bunu bayağı dedim, yenə deyirəm. A sahibinin uzanmasına bir nəzər salaq. Sözün əvvəlində daha çox ahəng qanunu pozulan sözlərdə A uzanır. Məsələn, alim, sabir, nadir, şamil, cahil və ilaxır. Sonra A sahibi sözün ortasında olanda ondan həm əvvəl, həm sonra gələn incə sahib gəlirsə, avtomatik ahəng qanunu pozulur. Bu ərəb-fars mənşəli sözlərə aid ya. Məsələn, mətanət sözündə gördünüz pozulub. Fəlakətdə pozulub, kəramətdə pozulub, fəxarətdə pozulub, şərafətdə pozulub, xəsarətdə pozulub, xəcalətdə pozulub,
Sənaye sözünə də baxaq. Sənaye sözündə uşaqlar deyəcəksiniz ki, tarixçilər nə deyəcək ki, sənaye inqilabı artıq şeydə baş verir. Avropada baş verir, baxın, İngiltərədə baş verir də sənaye inqilabı. Amma niyə bu ərəb mənşəli söz oldu? Sənaye sözü də ərəb mənşəli olduğu üçün sənaye sözündə də ağzı. Nə olsun Avropada baş verir? Amma söz ərəb mənşəlidir. Sonra bizim dilimizin demək olar ki, bir çox hissəsini ərəb fars mənşəli sözlər təşkil edir. Biz də onlara söz vermişik təbii ki. Həmişə dillər bir-birinə inteqrasiyadadır. Nəyisə başa düşməsəz, kitabda oxuyarsınız, hamısı var. Bunu daha iki qoşa sahət işlənirsə, bunlardan biri düşür, digər uzanır. İndi keçək əsas qaydaya keçərik. Hamınız yorğunsunuz deyəsən. Amma yorğun olmaq problem deyil. Dərs başlayır. TikTokda oturmazsınız, heç vaxt yorğun olmazsınız. Uşaqlar, o dediyim qayda mürəkkəb sözlərdə aid deyil. Bax, iki sözün sərhədində yanaşı alar gələ bilir də, ələr də gələ bilir. Bunlar uzanmır. Məsələn, minatan sözünə baxaq, mürəkkəb sözdür. Düzdür? Bu sərhəddə iki dənə A yanaşı gəlirsə, onlardan heç biri uzanmır. Heç biri də düşmür. Və yaxud da amban sözünə baxın, mürəkkəb zərf yaradır da, A-ba birləşdiricisinə. Amban sözündə də qoşa alar gəlir. Biri ba-nın asıdır, biri də bunun asıdır. Bunlarda uzanma müşahidə olunmur. Uzanma yalnız kökdə müşahidə olunur. Məsələn, saat sözündə bir dənə düşür belə, bu da uzanır. Camaat sözündə, belə sözlərdə olmaz bu. Sonra, əs ayəti uzanan bir çox sözlərimiz var. Bunları kifayət qədər oxusaz, yadınızda qalacaq. Mənadır, lənətdir, bunları daha izah eləməyə ehtiyac yoxdur, görürsünüz burada. Amma bizim qara hərflə verdiyim bir söz var, səfəran sözü. Səfəran sözünün uzanmasını tutmaq olmur. Yeganə sözdür ki, bəlkə də 90%-dən deyir ki, onlarda uzanmır axı. Səfəran sözündə necə uzanacaq. Amma səfəran sözündə konkret uzanma var. Bunu Dövlət İmtahan Mərkəzində deyil, digərlərdə deyil. Çünki onun lüğətindən qərardan mən işləmirəm. Dövlət İmtahan Mərkəzinin lüğətini əsas mərcə yazmışam burada. Təris sözüdür, təsirdir. Amma zəif sözündə uzanma yoxdur ha. Uşaqlar, zəif sözü biraz istisna sözlərdəndir. Tərcib sözündə də qoşa ərlərdən biri düşür, digər uzanır. Qaydadır bu. Sonra saiti uzanan, ecazkardır, edamdır, elandır, etiqaddır, etibardır. Bu tipli sözlər əvvəl ərəb mənşəli söz olduğu üçün apostol işarəsinə verirlər. Son zamanlarda onu çıxartlar apostol işarəsi vəziyyətə gəldi. Sonra keçək bizim öz saiti və i saitinin uzanması bəzi qaydaları sizin üçün incəltmişəm. Yəni, daha rahat bir vəziyyətə gətirmişəm. Öz saitinin uzanmasını vermişəm. Bizim dilimizdə artıq bəzi sözlər vardır. Məsələn, tövlə. Əvvəl tövlə deyildik, uzanırdı. Artıq o söz tövlə şəkildə tələffüz olunur. Doğğa şəklində tələffüz olunur, elə yazıldığı kimi, sonra tələffüz olunur. Bunlardan heç birində dəyişik yoxdur. Sonra, bax, i saiti iki incə ə saitinin arasında gələndə mütləq uzanır. Fikir verin, xəzinə, xəlifə, xəlitə, qərinə, qəsidə, vəsiqə, qəribə, əndişə. Bu şəkildə də uzanma var. Bu özünü u saitində də göstərir. İki incə sait arasında olanda daha çox müşahidə olunur. Uşaqlar, daha çoxu niyə mən deyirəm? Bütün sözlərdə yox, daha çox. Bax, Füzuli sözünə fikir verin. U, i. İki ü ilə i arasında gələndə uzanıb. Ü, i. Uzanıb. Sonra uzanıb. Eyni şey burada da var. Səbuhi sözündə, cənubi sözündə, bunlarda da uzanma var. Bax, bir dənə əsas qeyd eləmişəm burada. Leksik şəkilçi uzanma yarada bilir. Çünki cənub sözü sadə sözdür. Cənubi düzəltmədir. Amma cənub sözünün özündə uzanma yoxdur. İ qoşulanda cənubi olacaq. Həyat sözündə uzanma yoxdur. Amma həyati sözündə uzanma oldu. Ondan sonra vəfa sözündə uşaqlar uzanma yoxdur. Buna leksik şəkilçi qoşulanda vəfalı uzanma yaratdı. Dilimizdə leksik şəkilçi yəni uzanma yarada bilir. Dilimizdə sözlər var. Küfə, küzə. Küzə bilirsiniz nə deməkdir? Yox. Su içmək üçün o vaxtı gümüş, nəmsizdə qab var idi. Ondan. Küfə də küfə əhli. Ondan sonra abunə yəqin bilirsiniz də, internetdə abunə olursunuz. Güşə.
Çox vaxtı burada səhv edirsiniz, güşə yazırlar bəziləri. Güşə bilirsiniz də, şəkil güşəsi var məktəbdə. Odur. Munis nə deməkdir? Munis. Munis gözəllik deməkdir, gözəl deməkdir. Ondan sonra Busa sözü də nə deməkdir Busa? Ha? Bax, onu bilirsən. Öpücük. Dəvə Busa deyən kimi. Busa öpüş deməkdir. Düz deyil. Yox, sən heç bir şey bilmədsə bunu bildin. Öküz. Sonra o saatində uzanmaya baxalım. O saatin uzanmasını. Uşaqlar, burada bir dənə hərf səhv eləmişəm, onu düzəldərsiniz. Kitabda indi düzəldirim. Yəni, o biri hərf səhvləri düzələn şeydir. Amma bu hərf səhvi biraz beyin qarışdıracaq. Uşaqlar, arıb o saati uzanan bəzi sözlər var. Daha çox iki dənə sözümüz var ki, burada bu iki dənə sözlər. Bunlar Avropa mənşəli sözlərdir. Əvvəl bunlarda uzanma yox idi. Amma 2-3 ildir bunu uzadılar artıq. Zoologiyada uşaqlar, burada mən tələffüzdə nə yazmışam? Bunu yazmamışam, o aşağıda deyəsən yazmışam. Onu tələffüzdə belə eləyərsiniz. Zoologiya olacaq tələffüzü. Bu şəkildə olacaq. Və zoologiyada ilk qoşa adırsa, qoşa onlardan biri düşür, digərisi uzanır. Bir də co-da leksik şəkilcidir, co-mərd. Co-mərd də bilirsiniz mənası nədir? Nəcavətli, şərəfli, qeyrətli insanlar, co-mərd deyir. Elə mərdin başqa bir xüsusiyyətidir. Uşaqlar, bu 3 dənə sözü yadınıza saxlayın. Bunlarda uzanma var. Xassədir, amaldır, maddədir. Bunlarda adətən bilinmir uzanma. Amma diqqətli olsanız görəcəyik. Sonra gələk. Başqa bir gələk. Sahitlər daha demək var, sahitlər bilməsi az qalıb. Aha. Ondan sonra bir normanda, sonra mətn işləyəcək. Mətnlərin də izahını ilə yerindəcə verəcəm. Uşaqlar, baxın, dilimizdə ən çox çaşdırıcı məqamlar vitamin sözündədir. Vitamin sözündə uzanma yoxdur. Uzanma görsədir özünü, amma yoxdur. Çünki Avropa mənşəli sözdür, burada yoxdur. Cumhuriyyət sözüdür, hecadır, söhbətdir, zəif sözündə qeyd eləmişəm. Bunlarda uzanma yoxdur. Fabrikdir, amma şagird sözündə uzanma var. Şagird sözü ərəb fars mənşəli olduğu üçün orada uzanma var. Amma fabrik sözü ərəb mənşəli deyil. Sonra tarixi sözündə uzanma var, amma tarixilik artıq uzanmanı göstərib, yox olur. Leksik şəkilçi dedik ki, uzanma yarada bilir. Əsasən ki, ön şəkilçilərimiz var bizim. Bu şəkilçilər, co, bi, ba, lana şəkilçiləri. Bunlar 90% uzanma yaradır. Comət sözünə baxın, laməkan sözündə uzanma var. Bitərəf sözündə uzanma var, bişərəf sözündə uzanma var. Namərddir, bunların hamısında uzanma var. Namərd sözünün tələffüzünü uşaqlar səhv vermişəm, onu düzəldim. Nabələt tipi də olmalıdır, tələffüzlərdə səhvlər var. Mən bunları qeyd eləməmişəm. Bunları düzəldəcəm. Bunları hamısını özüm düzəldəcəm. Sadəcə mən anı göstərmək istəmişəm, amma elə ümumi sözün tələffüzü verərdim. Ona görə bu sözlərin ümumiyyətlə tələffüzündə problemləri düzəldəcəm. Sonra sözün sonuna qoşulan leksik şəkilçilər də bayaq dedik bunları. Uşaqlar, zahiri sözündə şəkilçi qoşulmadan belə uzanma var. Çünki zahir sözündə uzanma var, zahiri də. Elə uzanma var bu. Şəkilçi qoşuldu, qoşulmadı, uzanma var. Sonra gələk. Dilimizdə 3 dənə məşhur leksik şəkilçi var. Anə, yanə var. Məsələn, mən sizin dərsdən soruşacağım ki, hansı leksik şəkilçilərin özünü uzanma. Bunu avtomatik bilməlisiniz. Anə, yanə var idi. Şairanə, sonra şairanə görürsünüz. Taziyana 2 dənə uzanma yaratdı burada. Amma ana şəkilçisində isə uzanma yoxdur. Bizim məsələn ərkiyana və dosyana sözlərimiz var. Bunların özlərində uzanma yoxdur. Çünki bunlar anadır. O biri şəkilçilər isə ana şəkilçisidir. Ana ilə başqadır, ana başqadır. Anədə olur, anada olmur. Bəli, olmur. İndi keçdik. Zərf düzəldən ən şəkilçisi. Bizim ən seyirli bir şəkilçilərimizdəndir. Düzdür, buna görə də demək, bu saat son zamanlarda fərqli yanaşması var. Bu ən şəkilçisi leksik şəkilçidir. Vurğu qəbul etmir, uzanmanı aradan qaldırır. Vurğunu isə bir yerdə əvvəl atır. Məsələn, təsadüf sözündə vurğu ara düşür. Ünün üzərinə düşür, uzanma arada göstərir özünü. Amma təsadüfən sözündə isə uzanma aradan çıxdı, vurğu gəldi anın üstünə.
Uzanma yoxdur təsadüfən sözündə. Ən çox Dövlət İmtahan Mərkəzinin çaşdırmaq istədiyi sualları sözlərdən biridir bu. Bunu diqqət edəcəksiniz. Azleksiya lüğəti son zamanlarda daxilən və zahirən sözlərini belə verir. Amma din bunu orfoqrafiya lüğətindən çıxardıb. Bilmirəm niyə çıxardıb. Yəqin mübahisəli məqamdır. Mübahisəli məqam olan sözlərdə Dövlət İmtahan Mərkəzi heç vaxt imtahana verməz. Onda oxumuyor müəllim. O qeyd eləmişəm də onu. İnanmıram versin. Çünki mübahisəli məqamları əgər öz orfoqrafiya lüğətindən nəyisə çıxardıbsa, inanmıram onu versin imtahana. Sonra bizim uşaqlar, bu saytlar var. Müxtəlif cinsli qoşa saytlar. Bu saytların uşaqlar, əgər i-nin yanında bir a varsa, sonra ə varsa, o varsa, əvvəldə və ya sonda fərqi yoxdur. Mütləq bu iki şəkilçinin saytların arasında y əlavə olacaq. Bax, faciə, ailə, dairə, təbiət. İndi mənim sizə demək istədiyim əsas bir məqam var, onu yadda saxlayın. Məsələn, deyirik ki, dialoqdur. Bu sözdə hərf çoxdursa səs çoxdur. Kimə nə deyək? Bu sözdə hərf çoxdur, səs. Bərabərləşir, düzdür. Məsələn, olur, dialoqdur. Aydın oldu? Bərabərləşir. Y əlavə olundu, bu biri düşdü. Və yaxud da deyirəm ki, Səidədir. Nə olacaq? Bərabərləşəcək, r düşəcək, y əlavə olacaq. Yəni, həmçə iki tərəfli baxmaq lazımdır sözə. Bir əlavə olunca, biri də düşəcək. Bizim məsələn, ən məşhur sözlərimizdən biri fəaliyyətlə. Bu sözdə səs çoxdur, hərf çoxdur. Səs. Hərf çoxdur. Hərf çoxdur. Düzdür? Bəlkə bərabərdir. Yeni düşdük burada. L də nənə çevrildi. Bir dənə samitimiz artdı, bir dənə də y düşdü. Necə oldu? Biri düşür, biri bərabərləşir. Yox, bu A yerində qalacaq, buna toxunmur. Nereye dəyişir? Yox, buna dəyişməyəcək. Ona görə bu tipli qaydalara biz riayət etməliyik. Məsələn, belə bir dənə də söz deyibsə, din bu son zamanlar bu sözdən çox istifadə edir. Baxın, şairdirlər sözünü verir. Burada səs çoxdur, yoxsa hərf çoxdur? Eyni. Bəlkə bərabərdirsin. Bax, dır şəkilçisi. Bundan bir düşür. Şairdirlər. Burada da y əlavə olundu. Nə oldu? Bərabərləşir. Həmişə diqqət yetirmək lazımdır. Dır şəkilçisi istər ondan sonra cəm gəlsin, cəm gəlməsin. İsti düzəldən şəkilçisə, rəsi ixtisar olunur. Aydın oldu, yoxsa buna aid bir də nümunə verir. Sonra, bizim A şəkilçimiz var ki, yanaşı gəlir, ərəb farsı mənşəli sözlərdə. Bəraət. Bunlarda uşaqlar uzanma olsa belə, yazılış və deyiliş fərqi yaratmır. Yəni, uzanma yazılış və deyiliş fərqi yaratmır, yoxsa yaratmır? Yox. Uzanma yaratmır yazılış və deyiliş fərqi. Məsələn, sizi çaşdırmaq üçün, şücaətin tələffüzünə baxın, fikir verin. Sizi çaşdırmaq üçün din verəcək, şücaət. Burada y əlavə olunmur qəti, uzanma var. Bir dənə riayət sözündə həm yazılışda, həm tələffüzdə y var. Digərlərində yoxdur. Qənaətdir, bəraətdir, itaətdir, bunlarda yoxdur. Bizim son zamanlarda nə məsələdirsə, azleksiya götürüb, riayəti bu şəkildə verib, əvvəl uzanma verirdi. Dövlət İmtahan Mərkəzinin orfoqrafiya lüğətindən onu da çıxardı bu sözdə. Bilmirəm, yəqin orada da nəsə bunların arasında mübahisə yaranırmı, uyğunlaşma olmayıbsa, çünki əvvəlki belə deyək də, orfoqrafiya lüğətində bu əksini tapırdı. Amma çıxardı deyim artıq, 2000 son lüğətində çıxardı. Bilmirəm, niyə çıxardı? Azleks də bunu bu şəkildə verib. Onu da indi yəqin ki, bir açıqlama verəcəklər cəmiyyətə. Sonra keçək. Bizim ən məşhur sözlərimizdir bunlar. Bunların yazılış və deyilişində fərq yoxdur uşaqlar. Baxın. Bunlarda artıq yazılış və deyiliş. Bu fikir verirsiniz, i yoxdursa bunların yanında. i yoxdursa. Bunların heç birinin yazılış və deyiliş fərqi yoxdur artıq. Bizi çaşdıran, məsələn, əvvəl teatr sözünü biz verirdik belə. Tələffüzü olurdu teatr. Amma artıq bu səhvdir. Teatr elə olduğu kimi tələffüz olunacaq.
Sonra fəaliyyət sözündə buradan yerinə düşürtmüşəm ki, yüyə düşür. A yerindədir, səadət sözü də yerindədir. Məsələn, yenə bir deyək ki, səadətlə sözündə. Hərf çoxdur, yoxsa səs çoxdur? Səadətlə. Eyni, yox. Səs çoxdur. Bu A-ya düşmədiyi üçün bir dənə nə əlavə olunur? Qızım, telefona baxın, telefonlara yazam. Ümumiyyətlə, amma diqqətli burada olsun. Dərsimizi dinləyək, ondan sonra gedəcəksiniz. 2 saat mən zoluma verəcəksiniz, 2 saatdan sonra gelirsiniz. Sonra, bunu başa düşsünüz də. Uşaqlar, bizim müəllim sözümüz var ki, əvvəl. Biz talışlar müəllim deyirik, bizə görürlər ki, siz səhv tələffüz edirsiniz. Axırda dövlət də eyni şəkilə saldı onu, müəllim deyir. Müəllim kimi tələffüz olunmur. Amma belə bir qayda var ki, bunlar qısa yanaş tələffüz olunur. Çox müəllim də deyil, müəllim. Tələffüzü bu şəkildə. Bu qısa tələffüz olunduğu üçün orada bir-birini tutur, tamamlayır bir-birini. Sonra taundur, duadır, müalicədir. Bunlarda tələffüzdə dəyişilmir. Də nə varsa bu qeyd eləmişim. Bunların heç birində tələffüzdə dəyişilmir. Keçək indi fonetikanın son raundunu vururuq, yəni saitin son raundunu vururuq, artıq sait bitir. Bir dənə hecamız qalıb, bir dənə də vurğu məsələmiz qalıb. Saitləri bitirəm, sonra keçirəm sizin normalara. Normaları bilməliyik. Uşaqlar, qısa tələffüz olunur deyir. Məsələn, bizim açıq saitlə başlayan sözə, açıq saitlə, yəni saitlə bitir, amma açıq saitlə başlayır da. Məsələn, əli saitlə bitdi, amma ona ağa sözü qoşuldu. Açıq sait qoşuldu. Bunlardan biri düşür. Əl-ağa kimi tələffüz olunur. Bizim sizi necə çaşdıracaq? Məsələn, olmaya sözünü verəcək və deyəcək ki, kapalı sözü yoxdur, kapalı sait yoxdur. Olmaya tələffüz olur, düzdür? Və yaxud da qayın ana. Qaynana sözündə kapalı sait var, yoxdur? Yoxdur, aysa, o düşür tələffüzdə. Gəncəyə sözü, gənciyə tələffüz olunur. Biz əsas nəyə baxırıq fonetik təhlildə? Tələffüz, səsə baxırıq. Amma hecadır, vurğudur, ahəng qanununa baxırıq. Ona isə yazılış üzərinə baxırıq. Sonra, Rus və Avropa mənşəli sözlərdə uşaqlar o saiti əgər vurğusuzdursa, aya keçəcək. Vurğuludursa, o kimi qalacaq. Məsələn, Moskva sözü vurğusuzdur, Moskvaya keçir. Odessa, Odessaya keçdi. Amma bizim dilimizdə, məsələn, kompleks sözü, kompleks kimi tələffüz olunur. O zaman kompleks demirik. Filankəsin kompleksi var. Bəzən də tələffüzdə biz səhv edirik, kompleks deyilir. Kompleks kimi tələffüz olunur bu. Sonra, bizim oktyabr və noyabr sözlərimiz nəyə görə istisnadır uşaqlar? Bunlarda vurğu onun üzərinə düşmür, sona düşür. Amma bu 2 dənə söz aya keçilir. Bizim keçmiş Sovet dövründə qalmış insanlara baxsaq, onlar noyabr deyir. Noyabr ayı gəldi, oktyabr ayı gəldi. Çox şəhərlik, çox görünür. Ona görə burada oktyabr, noyabr eyni tələffüz olacaq, amma vurğu ora düşəcək. Burada məsələn kosmos sözündə vurğulu olduğu üçün kosmosa düşmür. Bir dənə şey qeyd eləməmişəm, onu yaddan çıxartmışam. Qeyd edeyim, Dövlət İmtahan Mərkəzi 9-cu sinif topluluğunda bunu verir. Öz sürətində də verir. Orbit sözü, uşaqlar, arbit kimi tələffüz olunur, biləsiniz. Orbit arbitdir. Baxın. Orbit arbit şəklində tələffüz olunur. Bunu mən yaddan çıxartmışam. Ha? İstənilən bir yerdə yazılır, üçün bu hissi bir şey yazır. Bu hissi yazır, hecanın yuxarısına yazır. Hə, uşaqlar, indi gələr biz hecaya. Heca biz bilirik ki, sözün tələffüz zamanı asanlıqla bölünən hissəsinə verilir. Sözdə neçə sait varsa o qədər heca var. Amma bizi çaşdırmaq üçün dim yenə bu oyun oynayacaq. Samit səs başqadır uşaqlar, samit hərfi başqadır. Məsələn, həcmli sözündə neçə heca var? 2 heca. 3 samit səs var. İli artırdıq. Heca nəyin üzərinə gedirdi? Yazılış üzərinə getdiyi üçün yazılır. 2 dənə olacaq. Və yaxud da hökümdar sözündə neçə dənə heca var? 2 heca. Amma neçə sait səs var? 3 sait səs var. Ona görə bir dənə ü əlavə olunacaq. Sonra hər hecada 1 sait hərf var. Amma səs başqa ola bilər. Uşaqlar, bu sözün hecalardan hecalara keçirmə qaydaları var, burada vermişəm.
Onu mən sizə deyəcəm, məsələn. Bir hecanı sətirdən sətrə keçirmə olmaz. Sözün sonunda saxlayıb və yaxud da o tərəfə keçirmə olmaz. Məsələn, biz bu sözü keçirə bilərik sətirdən sətrəyə. Keçirə bilmərik, düzdür. Ələk sözünü keçirə bilmərik. Amma ailə sözü uşaqlar sətirdən sətrə bu şəkildə keçirilir. Ailə, bəli, bu şəkildə keçirilir. Mürəkkəb sözlərin sətirdən sətrə keçirilməsi başqadır. Burada hecaları göstərəcəm, necə bölünür. Amma sətirdən sətrə keçirilərkən mürəkkəb sözləri o mənalı hissəsi var, oradan görəcəksiniz. Məsələn, günə baxan sözünü biz sətirdən sətrə keçəndə günə baxan şəkildə keçirə bilmərik. Səhvdir. Necə keçirməliyik? Günə bax. Günə baxan. Mürəkkəb sözün mənalı hissəsi tam ortadan bölünməlidir. Sətirdən sətrə keçirməlidir. Aydın oldu. Koroğlu sözünü məsələn, kor, oğlu olmalıdır. Və yaxud da ayaq, qabı şəkildə keçiriləcək. Burada həmişə mənalı hissəsini keçirirsiniz. Kim başa düşmədi bunu? Kim başa düşmədi desin, bir dənə deyim. Başa düşdün sən? Mən. Sən? Amma başa düşdün? Aha. Sonra, bu sözlərdə də tək qoyulmur da, bunları dedik. Burada elə bir şey yoxdur. Çətin bir şey yoxdur. Əsasən biz nə dedik? Ahang qanunudur, hecadır, vurğudur. Nə üzərinə gedir? Yazılış üzərinə. Digərlər nə üzərinə gedir? Tələffüz üzərinə. Vurğu məsələsini, uşaqlar, vurğu məsələsini mən sizin üçün belə bir şey deyəcəm, vurğunu. Vurğunu mən istəyirəm, indi keçməyim. Vurğu nəyə görə keçmək istəmirəm, onda səbəbini deyəcəm sizə. Vurğu görə 2-3 aya, təxminən 3 aya Dövlət İmtahan Mərkəzi proqram çıxaracaq. Görən vurğu həmin proqrama salınacaqsa salınmayacaq. Əgər vurğu, keçən olmadı vurğunun çıxartmış proqramına. Əgər vurğunun bu il 7-ci siniflərdə təsəq qayda görə vurğu keçiriləcək 7-ci sinif dərsində. Dində dərsliyə görə gedir. Ola bilər ki, bu il vurğunu uşaqlar çətinlik çəkirlərdən insafa gəldi salmalı. Ola bilər, insafsızlıq elədi, vurğunu salmalı. Ona görə vurğu məsələsi ondan sonra keçsin. Burada da konkret qeyd eləmişəm, hansı şəkillər qəbul etmir, hansıdır. Bir də yazılış üzərində daha çox düzgün tələffüz eləsən, deyəcək. Bir də uşaqlar, bizim vurğu məsələmizdə vurğu deyiliş fərqi yaradır. Məsələn, əkin sözündə deyiliş fərqi var. İsm olanda vurğu bura düşür, düzdür? Əkin başladı. Bir də deyirəm, əkin. Gözünə deyiliş baş verir. Və yaxud da dondurma sözünə baxaq. Feil olanda, isim olanda vurğu bura düşür. Dondurma. Amma feil olanda dondurma. Gördün, dəyişdir. Tələffüz dəyişir, yəni deyiliş fərqi var. Bir bunu testdə də qeyd edib artıq. Sonra bizim vurğu məsələsini biz biraz düşürdük aşağı. Əsas bəzi qaydalarım var, onları sizə deyim. Sonra bir dəqiqə nəfəs alıram, keçərəm digər dərslər. Çünki dərslərimiz eyni getməlidir o biri qrupla. Sən əgər mətn işləyirsənsə, mətn işləməkdə ədəbi dil normalarını bilməlisin. Oldu mu? Ədəbi dilin normalarını. Uşaqlar, baxın, belə bir şeylər var ki, bizdə vurğu ilə uzanma eyni hecəyə düşən sözlər. Bunları sonra biz keçərik, bu heç bizə lazım deyil o qədər də. Əsas bizim uzanması məna fərqi yaradan 4 dənə bizim sözümüz var. Bəzəndir, davadır, ondan sonra əyandır, bir də nərə sözüdür. Bəzən sözü ilə əyan sözü həm leksik mənaları dəyişir, həm də qrammatik məna dəyişir. Qrammatik məna deyəndə nə nəzərdə tutursunuz? Nitq hissəsi. Qrammatik məna deyəndə uşaqlar. Buyurun. Yox, bu kitabı açacağım. Qrammatik məna deyəndə uşaqlar nitq hissəsi nəzərdə tutur. Burada da qeyd eləmişəm. Burada haradaydı? Qeyd eləmişəm. Deyəndə nitq hissəsi nəzərdə tutur. Burada yazmaya ehtiyac yoxdur. Bəzən məsələn, deyirəm ki, bəzən mən də onu görmüşəm. Uzanmayla. Amma deyirəm ki, bəzən gedirik. Xeyr, düzdür. Uzanma yoxdur. Əyan sözü. Bir var, sifət olmalıdır əyan. Yox, əyan bir sifətdir də, Bir isimdir, bir də sifət olmalıdır əyan. Məsələn, qarışdırdım onu. Hədə sifətdir, açıq-aşkar mənasını verir.
Bunlar məsələn nitq hissəsinə görə dəyişir. Yəni həm leksik mənası dəyişir, həm də qrammatik mənası. O iki dənə sözün yalnız leksik mənası dəyişir. Qrammatik mənası dəyişmir. Və bu sözlər amonim sayılmaz. Uzanma məna fərqlərində 4 dənə sözümüz vardır uşaqlar. Nərə, əyan, bəzən, dava. Bunlar amonim sayılmaz. Bunu biləsiniz. Sonra keçdik. Vurğu. Əsas bu məsələndə sizə deyim. Uşaqlar, vurğusu dəyişməklə leksik mənası dəyişib, lakin qrammatik mənası dəyişməyən 4 dənə söz. Yəni, nitq hissəsi dəyişməyən 4 dənə söz. Hansılar da onlar? Yazmışam onları. Mina, orqan, elektrik, şaxta. Bu 4 dənə sözün nitq hissəsi dəyişmir, amma vurğusu dəyişir. Məsələn, orqan sözündə həm də ki, səs dəyişimi baş verir. Orqan musiqi aləti olanda arqan kimi tələffüz olunur. 3 simli musiqi aləti var, o arqan deyil. Amma orqan, bədən orqanları, dövlət orqanları deyəndə isə orqan kimi tələffüz olunur. Birində arqanda vurğu sona düşür, orqanda isə vurğu əvvələ düşür. Bu, o kimi qaldı, amma bu isə ayət keçdi. Sonra, vurğusu fərqli yerlərdə düşən sözlər də amonim sayılmır. Bu sözlərdə qeyd eləmişəm, dimdikdir, zərfəsi, satirikdir. Bunlar romantikdir. Bunları oxuyacaqsınız, bunları sizdən soruşaram uşaqlar. Çünki bunlar düşür seslərdə. Məsələn, barı sözü leksik mənası yoxdur. Birində. İsim kimi olacaq, isim barı bilirsiniz nə deməkdir? Barı şeydir də, divar. Halaysa olacaq divar. Bir də var ki, barı sən gələsən, arzu əvvəldir. Vurğu fərqi var onlarda. Ondan sonra qoyun sözünə gələk. Bax, qoyun sözü uşaqlar. Qoyun sözü ədat olanda vurğu əvvələ düşür. Feil olanda da əvvələ düşür. Niyə bəs bunlar vurğu eləyəcək də daxil? Niyə amonim sayılmalı? Çünki başlanğıc formaları fərqlidir. Qoyun feil olanda, ədat olanda bütün başlanğıc formalardadır. Feil olanda isə nə edin qoyun? Ümumiyyətlə, sözün qrammatik şəkilsini digərdən fərqləndirmək üçün sözdə düzgün sual vermək lazımdır. Feil olanda deyirəm ki, meyvəni bura qoyun, nə edin? Demək, sualın tərkibində gedən şəkilçi qrammatikdir. Amma isim olaraq bu amonimdir. Bir var bucaq anlamında, qoyun. Bir də var ki, 4 ayaqlı heyvan. Sonra, gəlin sözünə baxın. Gəlin isim də olur, ədat da olur, feil də olur. Heç bir zaman amonim deyil. Heç bir zaman amonim deyil. İsim olanda vurğu sona düşür, feil olanda ilə ədat olanda vurğu əvvələ düşür. Yenə deyirəm, başlanğıc formaları fərqli olduğu üçün ədat və feil kimi amonim götürülür. Sonra bizim alın sözümüz var. Ən məşhur sözdür. Feilin əmr şəkili və isim olanda amonim sayılmır. Vurğu fərqi var. Amma feilin məhsul və yaxud da qayıdış növü olanda daha çox məhsul növdə işlənir, qayıdış növdə işlənir. Bunlarda isə isimdən amonim olur. Çünki vurğu eyni yerə düşür. Məsələn, kitab alındı. Vurğu haradadır? Alın üzərində, düzdür? Demək ki, götürməyək də, o da başqa bir şeydir. Amonim sayılır. Amma əmr şəkli kimi nə edin? Alın, vurğu əvvələ düşür. Amonim sayılır. Demək, bizim qoyun sözümüz, bir də alın sözümüz, həm vurğusuna ilə fərqlənən söz kimi amonim götürülür, həm də götürülür. Bunu yadda saxlayın. 2023-cü ildə bu sualı istifadə eləmişdi. Balıq sualında istifadə eləmişdi bunu. Ondan sonra, məsələn, madam sözü. Amonim sayılmaz çünki vurğu fərqi var. Həm də madam sözünün bir mənasında leksik mənası yoxdur uşaq. Madam bilirsiniz də isim olanda nə deməkdir? Gözəl. Madam xanım deməkdir. Madam buyurun. Amma şərt bağlayıcıda işlənir. Sonra müxtəsər sözünə baxaq uşaqlar. Müxtəsər. Amonim sayılmaz bu da. Çünki müxtəsər sifət kimi vurğu sona düşür, amma modal söz kimi əvvələ düşür. Xülasə sözündə də elədir. İsimdən uzanma yaradan vurğu fərqi var. Yəni, bunların hamısını qeyd eləmişəm. Bunlar amonim sayılmaz. Mənim bu fonetika bəhsində uşaqlar, deyəsən, başqa bir şey qalmadı. Bunları onsuz da leksika bəhsində təzdən keçəcəm. Qaldıq samitlər dərsini. Samitlər dərsində gələn dərsi inşallah izah edəcəm. Bugünlük məncə bu mövzuda bəsdir. Keçərəm normalara.